Hakim edən insanlar çox sağ olun. Bu günlərim aprel ayının 7-si Mir İsmail Türkiyənin Ankara şəhərində müalicə alır. Mən buradan yazmadığım prezidentə də yazmışam, Mehriban xanıma da yazmışam, qızına da yazmışam, Leyla xanıma. Mən bu uşaq Türkiyənin Ankara şəhərində, Rusiyanın Piter şəhərində elə bir müalicələr var ki, Azərbaycanda yoxdur. Proton deyilən tədavi var, Azərbaycanda yoxdur. 120 min dollardır, 60 min dollardır. Bu uşağı bu günlərim çıxartmaq istəyirdim mən. Mən həqiqətən 3 dəfə, 4 dəfə özümü öldürmək istəmişəm. And ola Allaha. Mənim gücüm yoxdur, mən heç yerdə işləmirəm, heç yerdən gəlir mənbəyim yoxdur. 138-140 min dollar bu uşağa pul gedib. Kimin sayəsində? Azərbaycanın gözəl millətinin sayəsində. Analarımızın, bacılarımızın, qardaşlarımızın, əmlərimizin sayəsində. And ola Allaha ki, çatdırmaq olmur. Gəldiyim 14-15 gündür 50 min TL bir yatızdırıb bir qardaş, 50 min TL bir yatızdırıb bir bacı. Bu günlərdə uşağı çıxardırdım, pulum yox idi yatızdırmağa. Bir sağ olsun, bir bacımız yazdı ki, sən güclü bir yatasan 50 min TL yatızdırdı uşağın hesabına. Bu uşağın müalicələri çox bahalı müalicələrdir. Xahiş edirəm buradan, üzümü tuturam gözəl dövlətə. Nə deyim bə? Valla mən söysəm dövlətə məni aparıb şəhərləyib, neynəsə tuturasınız, mən qalacam belənsinə. Mənim evimdə 2 dənə onkoloji xəstə var, mənim anam da onkoloji xəstədir. Yəni mən çatdıra bilmirəm. Bu uşağı xahiş edirəm, alın öz qənədüzə, dəstək olun, dövlət. Xahiş edirəm. Bax, mən gələn Allah haqqı özümü öldürmək istəyirəm. Bezmişəm, bax, buramda düşür. Çatdıramıram, eləyəmirəm. Xahiş edirəm, nə bilim, baxın, nəzərə alın. Bütün hüquq mühafizə orqanlarına xahiş edirəm. Bu işlərə kim baxır, kömək eləsinlər, dəstək olsunlar. Bu bəladan mən çıxım. Sağ olun, var olun, Allah köməyiniz olsun.